köhnə plastik çəni axıdırdı, suyu damızdırırdı, partlamışdı və onu yerə düşürtmək lazım idi. Qonşudan ustalar sağ olsunlar. Plastik çənimizi düşürtdük aşağı və getdik lazım olan detalları almağa yeni çənlərimiz üçün. Nardaramda furniturlar satılan, detallar satılan mağazin rastımıza çıxmadığı üçün yolumuz Maştağaya düşdü. Maştağaya gedəndə bu gözəl qalalar çıxdı qarşımıza və biz detalları alıb gəlib bismillahlə işimizi başladıq. Çənlərimizin ikisini də qaldırdıq, qoyduq əvvəlki plastik çənin yerinə. Ümumi 5 ton 400 litrlik su çənləri alındı. Birləşmiş Qablar Qanunu ilə quraşdırdıq bu çənləri. Eyni vaxtda dolub, eyni vaxtda boşalacaq. İnşallah ki, uzun illər xidmət edəcək. Heç bir problem olmayacaq. Su ilə bağlı problemləriniz varsa, çənlərlə bağlı, paslanma ilə bağlı, Nerjaveka çənlər 10 il yazılı zəmanət verilir. 1 ton 400 litrlik üfüqi Nerjaveka çən sifariş vermişdi. Qardaş Xırdalana gətirdik, çatdırdıq. Əvvəlki dəmir çəni paslanırdı, suyu iyləndirirdi. Qışda sistem tutulurdu və bundan artıq yorulmuşdu. Ona görə sırf Pişivo Nerjavekadan SUS 304 markalı çən sifariş elədi və biz ona Nerjbaku olaraq 10 il rəsmi zəmanət verdik. Nə paslanmayacaq, nə partlanmayacaq. Buyurun siz də müraciət eləyin. Səlyan rayonuna 2 ton 200 litrli Nerjaveka su çənimizi göndərdik. Böyük bir estakada üzərinə quraşdırıldı. Su çəni daha xarab olmayacaq, paslanmayacaq, suyu iyləndirməyəcək. Yenə də günəşli bir gün, hamımız yorulmuşuq günəşdən artıq, əlhamdülillah, amma yenə də işimizə davam edirik. 1 tonluq çən sifariş vermişlər Müşfiq qəsəbəsinə, mina axtaran bir qardaşın həyətinə gətirdik, 1 tonluq çəni quraşdırdıq. Xeyirli olsun, Nerjbaku 10 il zəmanət verir çənlərə. Bu çənlər ümumiyyətlə heç vaxt paslanmır, heç vaxt suyu iyləndirmir. Ümumiyyətlə də ki, bu çənlər heç vaxt xarab olmur. Bərdə rayonuna 1 ton 700 litrlik üfüqi Nerjaveka çənimizi göndərdik. Alan adam çox razıdır. Biz Nerjbaku olaraq 10 il rəsmi zəmanət veririk çənlərimizə. Nerjaveka çənlər paslanmır, xarab olmur, suyu iyləndirmir. Gözəl bir estakada üzərinə quraşdırıldı. Xeyirli olsun.